Təsdiq olunmuş qrafika uyğun olaraq Goranboy rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyevin növbəti səyyar qəbulu rayonun Balakür kəndində keçirildi. Qəbulda hüquq mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri iştirak etdilər. Rayon rəhbəri çıxışında ətraflı məlumat verərək Azərbaycanın dünya miqyasında böyük nüfuza və yüksək imza malik olduğunu, bu nəticənin qazanılmasında Prezident Cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin olduğunu bildirdi. Rayon rəhbəri eyni zamanda qəsəbə və kəndlərdə əhalinin rifahının yaxşılaşdırılması məqsədi ilə yaranan çətinliklərin aidiyyəti dövlət strukturları tərəfindən daimi diqqət mərkəzində saxlanıldığını, araşdırıldığını və həlli istiqamətində müvafiq addımların atıldığını görüş iştirakçılarının diqqətinə çatdırdı. Daha sonra kənd sakinlərinin müraciətləri, təklifləri, istəkləri dinlənilib və onları narahat edən problemlər məsul şəxslərin iştirakı ilə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Balakür kənd sakinləri qrafik üzrə sizinlə görüşə gəlmişik. İndi də bəlkə bax, buradan baxanda aslanımız görüşür. Allah verəcək, püsarın yeridir, baba bu asfaltın özündə. Mənlə bu dəqiqə 30-35 hektar toxum çəkilib, yəni buğda arpa. Allaha and olsun bir də su olmuyor. Demək istəyirəm, bizim iki tərəfdən su gəlirdi. Biri bu indi çəkilən kanal. O kanaldan bizim Qaraçay zonasında olan əraziyə su vurulurdu. Bu gün də o Təpərlan deyilən yerdə bir nasos stansiyası var. Qızılhacının da o zonada torpaqları var. İndi Qaraçaydan o boyda su gəlmir. Kabirləşmə gedir rayonumuzda. Çox yaxşı olardı ki, bu bizim işıq təsərrüfatımızda biraz qüsurlar var. İstəyərdim ki, əvvəllər olub, yoldaşların yaxşı yadına gəlir. Küçə işığı vardı, küçələr işıqlandırılırdı. Buna da kömək eləsəniz çox yaxşı olar. Bizim bu zibil məsələsini ki, yenə də o problem qalır. Orada sağda, solda Qızılacı ilə əlirsə Stayanka var, Görana Stayanka var, Bəri Stayanka var Məşərqəlilərdə. Bizim Göranda işləyən nə qədər əhalimiz var. Geçen dəfə də dedik, mən bu balıqlıqdan bir torpağın bir hektar kristal torpağı Kanalın altına düşüb. Bizim kəndə internet xətti çəkilib, nətər lazım. Ancaq ki, o köhnə telefon dirəkləri çıxardılmalıdır. Bu artıq Laçının maneçilik kəndinin gözəlliyini pozur. Onun çıxardılmasına səhət son verəsiniz. Asfaltın altında zibilxana təmizlənsin. Ara? Asfaltın alt tərəfində zibilxana var. Naftalan tərəfdən gələndə ikinci yolda çox lazımsız bir yerə qoyurlar aslanı. Onu götürüb Naftalan böyle şəhərə, bizə durmağa yer yoxdur. Bunun küləyi var, yağışı var. Onu xahiş edirəm ora. Bu Tərtər arxından gələn, bu kəndin əyrından gələn arx tərəfə göndədir. Ora ağaçlar qoymur ekskvat işləməyə, həm də stolpalar qoymur. Onu xahiş edirəm, balaca ekskvat verək, bu arx işləyək. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verildi. Görüşdə iştirak edən sakinlər müraciətlərinə həssaslıqla yanaşılmasından məmnunluqlarını bildirərək, yaradılan şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə etdilər. Nə qədər qlobal böyük işlər Qarabağda görülür, bunu görmək, televiziyada hər şey deyir. Bu, ölkə prezidentinin gördüyü işlərdir. O qədər müasir binalar tikilir, o qədər struktur yeniləşir, yollar çəkilir. Biz ölkə prezidentinin həyata keçirdiyi siyasəti, kənd cəmaatı, ümumiyyətlə rayon cəmaatı xarici və daxili siyasətini bəyənir və onun ətrafında birləşir.